Seragülçülüğün daha bir məkanı. Burada artıq çöl bitkilərdir. Açıq havada əkilən güllərdir, çiçəklərdir. 2 manatdan başlayır bu güllər. Qiymətləri çox sərfəlidir. Parakəndə satış mərkəzlərində ən azı 2 daha baha olur. Bənövşələr. Şəhəlli. Bitkiler de var. Güller alınır. Sayaq. Müştərilər məmnuniyyətlə buradan gülləri alıb kassaya yaxınlaşırlar. Asma dipçəklər. Belə gözəl mənzərə. Çok güzeldi. Hareketli olsun. Sevmesiz insanlara halal olsun. Parlama yukarıdan aşağıda. Ama ben biləm ki bura var ha. Nemli. Gelin bakalım. Görsən nem işləyir qardaşım. Gördün? Bax bu onun üçün çox sudur. Çox sudur. Onu değişir. Dəyişməyə dəyişəcəyi prosto qardaş. Sən çox su verirsən, o su çox olduqca da sürmə verir. Köylər artır. Bunun köy rızaları idi. Bax o rızalar gedib. Şimdi burada ana platası var. 2 dənə plata var. Onların əsasında düzələcək, amma bugünkü qab onun üçün böyükdür. Sadə bir qaba əkəcək. Sonra mulçə ilə belə qoya bilərik. Köylər atandan sonra belə formada əkəcək, sonra düzələcək. Çox su olmaz. Su çox olanda çürüdür. Belə qaba əkəcəyik. Yəni dibi quruyandan quruyana. Adətən suyu parmağınızı salın yoxdur. Nə istəyir? Opsiya orxideyadır. O orxideyada elə bir şey yoxdur. Burada onu değişir. Bunun tərkibi sudan ibarətdir. Yarpaqlar qalındır. Siz o qədər su verməyibsiniz ki, bu kökünü ötürübdür. Ona görə ət kimi olubdur. Və davam edir bu proses. Bunu suzdur. Niyə o su saxlayırsınız? Bu su əksinə verir. Bax xana. Su versə köylər nəm olar. Su içsə nə qədər saxlayırsınız? Bax köksüz quruluqdur. Bu şamilliyi var. 3-5 dəqiqə saxlamalısınız. 3 dəqiqə, 5 dəqiqə saxlayırsınız, sonra qalır. Özü ən dözümlü növdür. Optiflordur, belə kaliteli maldır. Sözüm onda deyil.
İndi bax bunu təzədən düzəltmək üçün, daha sərt olmaq üçün hər gün limonlu su, 10 damcı limon 1 litr suya qatıb yarpaqları silərsiniz bəlkəyənə qədər. Suyuna da diqqət yetirəsiniz. Limonlu su verin. Bunu böyle elə insin qatıb. Bəli. Bəli, öz qapı. Bəli. Bu gülün dərdi nədədir? Müayinə elədiniz? Torpaqdır. Torpağa uyğun deyil, eləmi? Burada isə problem nədir? Burada bir mənalı bitkiyə ki, torpaqda yox, torpaqda əkiblər, qara torpaqda biz bitkini əkmirik. Əslində ucuz başa gələn bir prosesdir. Torpaq bitkinin kök sistemini sıxır, rizaları dayandırır və bu hala salır zamanla. Biz əkdiyimiz budur. Yüngül maddədir. Budur. Bu torfdur. Bu isə torpaqdır. Bu meşənin üzüdür. Bu meşədə üzü deyil, bataqlığın içidir. İçindən çıxmalıydı üçünüydü. Amma siz üzündən əkirsiniz. Ona görə də bu hal baş verir. Əsasda qış fəslində bunlar torpağın içində olan bakteriyalar oyanır, bitkiyə və insana diskomfort yaradır. Dəyişəndən sonra sağalacaq gül, eləmi? Dəyişəndən sonra sağalır, amma zamanla da, yəni qida verməli, gübrə, zat, kök sistemi, fosfor zat verəcək, gələcək. Həm də qabın aşağı hissəsində deşik Dəlik olmayıb, olmalı, dəlik havalandırma olmalı, olmayıb deyən çürümə verir. Bəli, bəli. Havalandırmayanda o proses baş verir. Bir mənalı. Urfan bəy, Bəli. icazənizlə Aha. sizə bəzi suallar verək. Buyurun. Ümumi şəkildə bu zirə gülçülükdə, hal-hazırda Bəli. güllərin, bu çeşidlərin sayı nə qədərdir ümumi? Hal-hazırda biz 2012-ci ildən fəaliyyət göstəririk və bizim burada gördüyünüz mağazamızdır. Mağazamızda Kafkasya'da ən böyük gül dükanıdır. Eyni zamanda arkada da şorumuz var. 300'ə yaxın çeşid növ özümüz istehsal edirik. Paralel olaraq bazarlardan, Türkiyədən, qardaş ölkə, eyni zamanda Hollandiyadan və İtaliyadan, İspaniyadan bizə ağaçlar və güllər hissələr gəlir, maraqlı çeşidlər. Ümumi olur 900, 1000, 1500 arası çeşid növləri. Amma 300 stabil olaraq saxlayırıq. Və bugünkü gün artıq biz özümüz tendensiyadır. Azərbaycanda işləv olaraq kütləvi şəkildə xanımların, bəylərin sevimli gülünü istehsal edirik. Orkideyalar. Orkideya bu günlərin bazarda 15 manat bizdədir. Kampaniyada özdə biz 8 martda müşahidə elədik ki, ən çox belə deyək də güllərin şahı qızıl güldür. Amma son vaxtlar ən tələb olunan güllərdən biri orkideya oldu. Və hər kəsdə orkideya alır. Orkideya da digər qablardan fərqi odur ki, bu şəffaf qabda yaşayır. Meşədə hava köklərindən ibarətdir. Ağacı yapışıb formalaşır. Onun üçün şəffaf qabda ömrü daha uzun olur, həm də sulamasına diqqət yetilə bilirsiniz. Nə qədər yaşaya bilir? Orkideya ümumiyyətlə 12-15 yaşına qədər formalaşa bilər və gül aça bilər. Neçə yaşı var indi bunun? Hal-hazırda bunların yaşını bilmək üçün yarpaq kifayətli. Bir yarpaq 6 ay formalaşır və elə siz onun yaşını bilə bilərsiniz. 2 yaşı var. 4-5 yarpaq 4-5 yaş yarım deməkdir. Yəni bir yarpaq 6 ay formalaşır. Gübrələrin vasitəsilə 3 ay tezləşdirə bilərlər. Yox, bəyək şeylə öz yeşil almışsınız. Öz yeşil almışsınız. Urfan bəy, sizi soruşmadım. Buyurun. Buradakı görəviniz və vəzifəniz nədən ibarətdir? Mən vəzifəm işte, mən mağaza müdürüyəm, paralel olaraq satış menecəriyəm, PR-am. Eyni zamanda sosial şəbəkələrdə təbliğ edirəm və belə deyim də, fəhləsindən tutmuş içinə qədər, hamısı elə özümə. Urfan bəy, soyadınız? Urfan Əmrəslanov. Əmrəslanov. Bəli. Sonra hansı, yəni bizim az tanış olduğumuz və belə- daha çox xarici gül kimi bir tanıdığımız indiyə Bunlar da qədər. məsələn qadın xoşbəxtliyidir. Bu günlər kampaniya çıxıblar. 13 manatdır. Öz istehsalımızdır. Əvvəl bunlar da xaricdən gəlir. Tendensiya deyil. Masada demək olar əksəriyyəti öz istehsalımızdır. Bax bu qadın xoşbəxtliyi Adı qadın xoşbəxtliyi. El arasında deyilən adı. Elm adı Spaçpilumdur və təbiətdə 45 növ var. Bu növ yəni ki Sebastian növüdür. Yarpağına görə bilinir. Çox adam onu bilmir. Və bu növü Sensation'dır. Bunun yarpağı Nə adı? Sensation. Görürsünüz bunun yarpağı bundan daha iridir. Və bunun gülü də daha iridir və görkəmi diridir. Bu Sensation'da Costa Rica'dan gəlir. Aha. Bu yerli istehsal yerli deyil. istehsal deyil. Hərəm ki bunu başlayacaq kütləşəcək. Amma digər növləri istehsalına başlamışıq. Paralel olaraq burada dekabris gülü tanınmış bu Schrödinger deyilən bir adı var. Zigokaktus da deyirlər buna. Adətən niyə buna dekabris deyirlər? Dekabr ayında formalaşıb gül açır. Amma indi biz vegetasiya dövrünə salmışıq da istiqanada. İndi mart ayında da üzərində gülünü görə bilirsiniz. Qiymətləri üstünə yazılmır amma. 2 manat 50 qəpik kampaniyada. Aha. Kampaniya düşən güllər var, hansı ki, bunlardır. Orada var masamız 1 manat hansı. 13 manat bir dəqiqə hal-hazırda. Həsən bala, adam çox. 13 manat. Mən təkəm.
Maşını verir. Valla kardeş maşın yoktu. Gel bir de 5 dakika. Ama valla maşın yok. Maşında sana bakma. Urfan Bey, baxıram ki burada da. Bura ümumi bir. Burada fərq gördüğünüz martı gibi o sərgi. zonada var bir manatını alsak. Burada bir de kastı güller getirdiler. Bak biz onları dirilirik. Bak bu gördüğünüz gibi burada torpaq. Bak her şey görürsünüz kökten başlayır. Torpaq fəsad. Torpaq olduğu üçün elə. Torpaq olduğu üçün. Torpaqda biz bitkilər əkmirik. İstehsal da torpaqda eləmirik. Hə. Onda demək bura gələn güllər hamısı dirilir, yoxsa olur ki? Dirilir, çalışdığımız qədər. Bax, məsələn, o gül ölürdü, biz onu dipsək bir müştərinin qarşınızda qalmış bəhlikdə. Onu diriltdik, ölmüş vəziyyətdə idi. İndi bir də gözünə gəlibdir. Reanimasiyadır da bura. Reanimasiya edirik. Yəni, bizdə çox yerdə elə bir şey yoxdur. Bitki sevdiyimizə görə hər kəsə yardımcı. İndi siz bu müalicəni icbari tibbi sığorta ilə eləyirsiniz, Yox, yoxsa? biz təmənatsız eləyirik. Elə mi? Sevdiyimizə görə ki, düzəlsin. Əsas ödəniş torp pulu verirlər, bir də göstərdiyimiz xidmətdə dərmanın pulu. Qalan hamısı təmənatsız. Nə gözəl. Buyurun zəhmət olmasa digər zala. Bax bu hansı güldür? Bu aglonemalardır. Aglonema bitkisidir. Çox faydalı bitkilərdən biridir. Görkəmli heyvanız. Bunlar da Kosta Rikadan gəlib. Bax bunlar qeyri-adi növdür. İndi bunlar gələcəkdə artıracaq. Səy olmur da. Səy olmur. Həmişə şəkildə. belə görkəmli olan bir bitkidir və onların təbii rəhləridir bunlar. Bu da davam Bunlar edir hamısı bu olmasa şəkildə. olur. Digərlər Sonra bunlar isə aşk mərdivanı deyilən paxtikdir. Əsas bu bataqlıq zonalarda olur, şəlalələrinin yanında olur. Tez formalaşan və qalıcıdır. digər hissədə də çox maraqlı güllər diqqətimi çəkir. 35 məqam gəlib. Gəl, sənə çəksin. Çox gözəldir. Maşallah. Bax bu masada 1 manat, nə alsanız 1 manat öz istehsalımızdır. Bu ağaclar da var içində. Aha. Burada artıq ağaclar da var. Burada gördüyünüz kimi artıq ağaclardır, güllər, çiçəklərdir və masalarda da bir-birinə maraqlı kaktuslardır. Çox maraqlı kaktuslar da Təbii var. rəngdir, xüsusi maddə vurulur, get-gedə öz rəngini alır. Kaktuslar. sonradan Amma oradakılar öz rəngidir, mamelaris növləri. Bu kaktuslar əslən hardan gətirilir? Bunlar Hollandiyadan gəlir, amma yavaş-yavaş özümüz də istehsana başlayırıq. Alo. Tamam. Xanım burada çalışırsınız, eləmi? Yorulmayasınız. Bu çox maraqlı kaktusdur. İlk dəfədir rastlaşdım. Adı nədir bunun? Bilmiyorum. Siz bilmirsiniz. Evroporbiya nəsə. Sirə Gülçülük Mərkəzində gördüyünüz kimi çoxlu sayda gül növləri, otaq bitkiləri, hər birisi göz oxşayır. Və nə gözəl ki, artıq bir çox bitkilər
Azərbaycanın özündə də yetişdirilməyə başlayır. Yəni bizim günəşli ölkəmiz gül asıllığından da, necə deyərlər, xilas olmaqdadır. Herhalde bu ümumi qiymətlərə də təsir edir çox güman ki. Daşınma xərcləri olmadan yerli istehsalçılar həm gül, çiçək bolluğuna gətirib çıxaran fəaliyyətlə məşğuldurlar. Eyni zamanda bu həm də xərclərin aşağı düşməsi, qiymətlərin ucuzlaşması deməkdir. Daxildə qəribə bir bitkilərdir. Eyni zamanda kaktuslar. Göründüyü kimi burada alıqların da sayı kifayətlilərdir. İçində burada bir qəribə kaktuslardır. Həm də bir gül, çiçək, bitki muzeyi adlandırma olar buranı. Aslında bir neçə qızılgülü alıb bir neçə gün saxlayandan sonra zibil qutusuna atmaqdansa burada bir çəkdə bu güllərdən alıb illərlə saxlamağın özü daha faydalıdır. Həm də daha rentabelli sayılan karardı. Belə maşallah olsun. İlk gəlişimizdə çox gözəl mənzərə ilə, ab-hava ilə rastlaşdıq və bütün bunlar hər birimizə ruhunu oxşayan bir mənzərədir. Ağacın evləri. Qablaşdırma ilə bağlı. Yenilişlər. Ərazi genişdir. Hələ yetişdirilmə ilə bağlı arxada. Urfan bəyin dediyi kimi 22 hektarlıq bir ərazidən söhbət gedir. Burası sadəcə satış mərkəzidir. Və buradakı xidmət göründüyü kimi hər kəsi məmnun edir. Bir müsbət aurada. Hər kəs məmnundur. Urfan bəyə yenə yaxınlaşırıq. Urfan bəy bir şey soruşaq sizdən. Buyurun. Xaricdən sizə gül, çiçək, burada yetişdirilən bitkilərlə bağlı müraciətlər olurmu? Siz satışa təşkil edirsiniz, yoxsa yalnız daxili istehsal? Yox, bizdə belə deyək də daxili istehsaldır. Amma yaxın gələcəkdə MDV ölkələrinə fikrimiz var ki, bizdə kütləvi şəkildədir bu istehsal. Xaricdə çıxardıq məhsullarımız var idi bir ara söz-söhbət, amma məsələn pandemiya dövrü gəldiyinə görə biz dayandıq, amma yenidən aktivdir bu məsələ və indi hal-hazırda işlər gedir. İnşallah. Rusiya bazarı əsas bizim strateji bazarlardan biri Rusiya tələbatı var. Onlara yəni istehsal etmək və paralel olaraq bir neçə ölkələr var. Qazaxıstan, Özbekistan, Qırğızstan və o ölkələrdə bu gözəl bitkiləri təmin etmək. Çünki bizdə bir dəqiqə həqiqətən də qiymətlər elə bir qiymətdir ki, belə deyək də, Avropada heç bir qiymətə yoxdur. Çünki biz özümüz istehsal maliyyə dəyəri daha ucuz başa gəldiyinə görə elə bir qiymətə marjada qoyuruq ki, həm əl çatan olsun, yer istehsal özəlliyi odur. Birinci qiymət, ikinci davamiyyət.
alıcılar gəlişindən ümumiyyətlə alıcı məmnuniyyəti varmı sizdə Təbii ki, özünüzdə? bizdə hal-hazırda bax gördüyünüz kimi hal-hazırda bax birinci gündür. Düzdür, bayramlardır. Bayram olmasa da belə bizdə hər zaman belə aktiv olur insanlar və insanların son vaxtlı bitkilərdə fikirləri artıb. Beləsi 35 dərəcə. Bunu çox sona lazım yoxsa? Yox, dibləri quruyandan quruyana. Yəni su versiz, dibi quruyandan quruyana verəsiniz, əlavə edəsiniz. Buraları bizdə biraz çatlayıb buna. Əgər burada xallar əmələ gəlirsə çox suyla təmasda olur. Onun əlamətidir. Nematit xəstəliyini gətirib çıxarır, göbələkdir. Siz Buyurun. özünüz ixtisasınız nədir? İqtisadiyyat idarə etmədi. Prosta 14 ildir bu sahədə üzrə praktiki olaraq bütün bunu bilirəm. Eyni zamanda təkmilləşmiş bir belə deyək də təhsil alıram Rotterdamda. İnşallah bu illərin diplomunu götürəcəm. Nə gözəl. Bitkinin yarpağını göstər, dərdini deyim. Belə deyək də. Əla. O loqonun Siz həm də rentgen funksiyasını yerinə yetirirsiniz. Bəli, Diqqət bəli, eləyirəm bayaqdan. Bəli. Sıx olaraq bakteri. Həm də əhalimiz üçün daha faydalı. Deyək ki, bir neçə qızıl gülü alıb, bir neçə gün güldanda saxlamaqdansa, Təbii ki, bir neçə il bu gülləri dipsəkdə saxlamaqdır, məktəblərdir, evlərdir. Ümumiyyətlə bitkinin insana təbiətdə o qədər faydası var ki, biz özümüz elə təbiətdən formalaşmışıq. Həm psixoloji durumda belə deyək də insana təsir göstərir. Gözəllik, ruhun qidası, bol enerji əldə etmək və yorğunluğu aradan qaldırmaq. Pale olaraq ekosistemadır, nəfəs alırıq. Bunlar da bizə hava təmizləyir və bəzi şeylər var ki, əsasda biz isti sevən millət olduğumuza görə qış fəslində biz otağı havalandırmırıq. Böyle bir yanlışdır. Hava oynamalıdır. Bu bitkilər bizə nə kömək eləyir? Şüalanmanın qarşısını alır və havanı yeniləyir. Filtr olan yox. Ona görə də evdə bitki saxlamaq hər kəs tövsiyə edir. Məsələn, bu dünyada iki ən vacib belə deyim də məsələlərdən biri zamandır, biri də can sağlığıdır. Can sağlığı bundan müdafiə edə bilərsiniz. Əla, Buyurun. çox gözəl. Təşəkkürlər. Sağ olun. Sağ olun.